Bəli dostlarım, bugünkü video əvvəlki videolardan daha fərqli olacaq. Çünki mən sizə özüm haqqında danışacağım. Ya mən bu niyə başımdakı taxıram, mən necə eşidirəm, necə eşitmirəm, onlardan sizə izah edəcəm. İndi mən bu qulaqlarla eşitmirəm, mən bununla eşidirəm, sizə göstərim. İndi tam sizə də yaxın göstərim. Yaxından çıxarım dostlar. Baxın belədir, görürsünüz. Yəni mən bu qulaqlarla eşitmirəm, mən bununla eşidirəm. Belə də yapışır. İndi eşidirəm tam. İndi bunu sizə necə izah edəcəm. Yəni əvvəl cihaz necə idi, indiki elə bir ilk cihazım da necədir, onu da sizə göstərəcəm. İndi sizdən başdan izah edeyim. Mən elə bir kiçik yaşlarımda ailəm hiss edirdi ki, yəni mən yaxşı eşitmirəm. Sonra mən həkimə apardılar. Yəni doğrudur, yəni mən doğrudan eşitmirdim. Yəni elə bir onun haqqında bir əməliyyat vardı, amma Azərbaycanda yox idi. Əməliyyatın adı isə cochlear implant əməliyyatı. Yəni qulaq implantı əkilməsi deməkdir. Yəni sonra elə bir Azərbaycanda yox idi, İranda, Almaniyada və başqa ölkələrdə. Sonra biz məsləhətçilik elədik, elə bir İran seçdik. İrana getdikdən sonra elə bir həkim adı isə Nadir Puri idi. Sonra əməliyyata getdim, hamı elə bir narahat idi ki, yəni sultan eşidəcəkmi, yoxsa yox, yəni yaxşı çəkəcəkmi, yoxsa pis. Şükür ki, yaxşı keçdi, indi yaxşı danışa da bilirəm, ora gedəcəyik indi. İndi dostlar, yaxşıyam, indi də yaxşıyam. İndi mən sizə bunu göstərim, yəni ilk elə bir qutum idi, bu da elə bir necə izahim, bunu taxan da daha da yaxşı səs ucaltmaq üçün budadır, indi bunu sizə ilk göstərim. Elə bir iç aparatı qabıdır, gördüğünüz kimi göstərim sizə. İndi açın. Gördüğünüz kimi iç aparatım bu idi dostlar, indi sizə göstərim. Belədir. İndi belə də açılır falan, gördüğünüz kimi. Bunun adı Nucleus 6'dır. İndi bunu mən əməliyyatdan öncə tapmışam. Bunu, yəni elə bir çırpılma falan səsləri eşidilirdi. Yəni danışmaq necə izahim, elə bir nağar çalında elə səs çıxır o mənada, amma başa düşmürdüm nədir. Sonra əməliyyat olduqdan sonra bunu taxdım, yəni bunu belədir. Yəni super eşidirdim. İndiki aparatım isə konsoldur. Bu elə bir lap yeni çıxılmış bir şeydir. İndi daha da balacalaşacaq getdikcə, sonra yaxşı olacaq. İndi sizin özellikləri başa salım. Bu gördüyünüz kimi çox yaşlıdır. Elə bir bunu taxanda elə bir beynimdə heç nə yoxdur, başımda heç nə taxılmayıbdı. Bu isə biraz mən incidirdim. Bu səsi var ya, bu səs. Buram incidirdi məni. Amma bu çox rahatdır. Bu elə bir taxanda çox rahat hiss edirdim. Elə bir başımda heç nə yoxdur. İndi isə izah edeyim, necə danışdım, necə danışmağı öyrəndim, necə sinifə getdim. 2 həftə Təbrizdə qaldıq, biz orada bu tikişləri sizə də göstərim. İndi həkim yəni baxdı, dedi ki, yaxşıdır, Bakıya qayıda bilərsiniz. Bakıya qayıtdıqdan sonra elə bir anam mənə çox baxırdı ki, dərslər oxuyurdum, elə bir hara gedən də orada mənə danışdırırdı ki, yəni danışa bilim. Məsələn, mən sizinlə hərf deyə bilmirdim, r, ən çox çətinlik o söz hərfləri idi. Anam məxşul oldu, çox öyrətdi, indi biraz yaxşı deməyə başlayıram. İndi mənim ilk müəlliməm Kəmal müəllimə idi, çox yaxşı müəllimə idik. İmla, nə bilim, rəqəm falan deyəndə mən yanımda deyirdi ki, yəni daha da yaxşı eşitdim. Sonra elə bir Dilarə müəllimə oldu. Dilarə müəllimə 1-ci sinif və 4-cü sinif müəlliməm, yəni itibai sinif müəlliməsidir. Ona da çox təşəkkür edirəm, o çox yaxşı müəllimə idi. Savadlı, hər şeyi bilən, yəni mən yanıma gəlirdi, imla deyəndə mənim yanıma gəlirdi, düz qabağımda dururdu ki, yəni yaxşı başa düşdüm də mən yaxşı eşidim. Yəni sinif yoldaşlarıma da tapşırırdı ki, yəni bu uşaq qəttə olun ki, nə bilim uşaq falan təliyər, falan eləyər, yəni qəttə olun. Sonra mən 6-da oxuyuram, yaxşıyam, sinif yoldaşlar eynidir, yaxşıyam. Mən əslində 7-də oxumalıyam, çünki mən elə bir 6 yaşımdan məktəbə girməliyəm. Amma elə bir anam sizdə daha da danışa da bilmirdim. Anam mənə izah elədi, danışdı, elədi. Sonra belə danışmağı daha da yaxşı bildim. 7-də elə bir 1-ci sinifə getdim. Sonra indi 6-da oxuyuram. Əsas 7-də oxumalıyam. Sinif yoldaşlar təşəkkür edirəm. Buradan çox maraqlı, yəni məktəb çox maraqlıdır. Sizə indi mən sizin ya bu videosunu çəkirəm. Çünki sizə buradan deyirəm ki, yəni belə eşidənlər, belə yaşayanlar varsa, yəni analar çox əziyyət çəkməlidir, deməlidir, danışdırmalıdır. Sonra onlar da mənim kimi danışa biləcəklər, məktəbə gedə biləcəklər.
Bu videonu çəkməyə məqsədim odur ki, yəni belə insanlar eşitməyən insanlar, eşitməyə problemi olan insanlar, valideynlər yəni ümid itirməsin ki, yəni mən bu işi alamayacağam. Yəni mən istəyirəm ki, ümidini itirməyin, danışdırın, hər şey alınacaq. Yəni mənim kimi danışa biləcəklər, məktəbə gedib gələ biləcəklər. Yəni burada çalışın, 6 il, 5 il, yəni alınacaq hər şey. Yəni buradakılara hamıya təşəkkür edirəm. Çünki yəni mənim ailəm çox narahat olub, bibim, dayım, qohumları, hamı əziyyət çəkir. Ən çox da nənəm, babam, anam, atam, dayım, yəni onlar hamı yəni bilirdi ki, yəni danışa biləcəm, yeyə biləcəm. Yəni onları da çox sevirəm. Yəni bir söz deyəndə elə bir hamı sevinir ki, yəni bu söz möcüzədir. Yəni çox sevinirdilər. Yəni buradan deyirəm ki, yəni elə bir ümidi itirməyin. Yəni daha da yaxşı olacaq hər şey. Dostlar, like atmayı və abunə olmayı unutmayın. Sağ olun dostlar.